Gəlin buraxılış imtahanına aid bu model sualı birlikdə araşdıraq. Sualda bizə deyir ki, satıcı 20% gəlirlə satdığı məhsula 18 qəpik endirim edərsə 4% zərər etmiş olar. Məhsulun maya dəyərini tapın. Elə hesab edək ki, maya dəyərinə x deyək. Maya dəyəri olsun x. Ondan sonra bizə deyir ki, 20% gəlirlə satsa. Hər şeyin tamı, normalı 100% olduğu üçün 20% gəlir olanda biz onu 120%-nə satmış oluruq. Ona görə də mən 120%-ni tapdım. Buradan da sadələşdirsək 1/2x şəklində yaza bilərik. İndi deməli bu qiymətə satılmış. Sonra deyir ki, buna 18 qəpik endirim etdi. Onda 1/2x-dən çıxıram mən 18-i. Bərabər edirəm 4% deməli zərər etdi deyir. Əvvəlki dediyim sözə yenə geri qayıdıram. Hər şeyin tamı 100%-dir. 4% zərər eləyiriksə 100-dən 4 çıxırıq, deməli 96%-lə satıbdır. X vuraq 96 bölək 100. İndi bunu biraz da yığcam şəkildə yazsaq 0,96x şəklində yazarıq. Ondan sonra tənliyi həll etmək üçün x-ləri bir tərəfə keçirdərəm. 18-i digər tərəfə keçirdim. İşarələri əksinə dəyişməyi unutmuruq. İndi deməli gəlin 1/2-dən çıxaq biz 0,96-nı. 0-dan 6 çıxmaq olmur. 1 onluq verdik. 10-dan 6 4. Burada 2 qaldı. Burada da 0. Yəni 0,24x bərabərdir 18-ə. Buradan x-i tapmaq üçün 18-i %24-ə bölürük. 2 vergül çəksək, bura 1 arxasında 2 0 düşər. 18 ilə 24-ü 6-ya ixtisar edirəm. Burada 4 qalır, burada 3 qalır. 4 ilə 104-ə getdi 1, burada da 25. X oldu 75. Deməli məhsulun maya dəyəri 75 qəpiymiş. Desəz ki, niyə manat yox qəpik? Çünki biz başda 18 qəpiyi manata çevirmədik. Yəni məsələnin strukturunu, gedişatını artıq biz qəpiklə qurmuş olduq. Ona görə də aldığımız cavab da qəpiklə olmuş olur.